Bir izləyicimiz yazıb ki, İranda Azərbaycan dilində çəkilən filmlər yoxdur, ondan danış. Əlbəttə var. 5 film tövsiyə edəcəm. Pərpər olub güllərimiz, ağlayır gözlərimiz. Pərpər olub güllərimiz, ağlayır gözlərimiz. Yadıma hərdən düşür o keçən günlərimiz. İran kinosunun parlaq rejissorlarından olan Cəfər Pənahinin 300 filmi əksərən Azərbaycan dilindədir. Rejissor özü də İranın azərbaycanlılar yaşayan bölgəsindəndir və film də İranın şimal-qərbində keçir. Kanda ən yaxşı ssenari mükafatı alıb. Digər tövsiyəm Bəhmən və Bəhram Ərk qardaşlarının Dəri filmidir. Burada saz ənənəsi, şəbih mərasimi və başqa bir çox adət-ənənə göstərilir. İran azərbaycanlılarının folkloru tamaşaçıya çatdırılır. Başqa bir film isə Niki Kəriminin çəkdiyi Atabəydir. Bu orta yaşlı bir kişinin uğursuz sevgisi və yenidən eşqə düşməsi barədədir. Digər uğurlu nümunə İsmail Münsifin çəkdiyi Kömürdür. Kömür işində çalışan qeyrətin başına gələn çətinliklər filmin əsas mövzusudur. Təəssüf ki, bu film Azərbaycan dilində olduğu üçün Ərdəbildə nümayişi qadağan edilib. Sonuncu film isə Sərçələrin avazıdır. Bu filmdə Azərbaycanca və farsça birgə istifadə edilir. Ancaq Rıza Nacinin Azərbaycanca oxuduğu Yalan Dünya mahnısı insanın qəlbinə toxunur. Mütləq izləməlisiniz. Bəs siz bu filmlərdən hansıları izləmisiniz?